Azərbaycanda ünvanlı sosial yardım almaq istəyən ailələrin üzləşdiyi problemlərdən biri də eyni evdə çox sayda adamın qeydiyyatda olması. Belə vəziyyət ailənin real maddi durumu ilə uyğun gəlmir, nəticədə yardım almağı çətinləşdirir. Bu cür hallarda ünvanlı sosial yardım necə hesablanır? Faktiki olaraq evdə yaşamayan şəxslərin yardım hesablamasından çıxarılması üçün nələr edilməlidir? Konkret. Az məlumat verir ki, Qlobalinfo azad danışan iqtisadçı Altay İsmailov bildirib ki, əksəriyyət ya yaşadığı yerdə qeydiyyatda deyil, ya da qeydiyyatda olduğu evdə yaşamır. Bu da sosial müavinətin hesablamasında çətinlik yaradı. Təəssüf ki, insanlar yaşadıkları yerdə qeydiyyatda deyirlər. Buna görə də evdə yaşayanlarla qeydiyyatda olanları yerində yoxlamaq qəliz prosesdir. Təbii ki, müvafiq qurumlar sistemi nəzərdən keçirib qərar verəcək, vətəndaşın öhdəliyinə düşən hissə isə rəsmiyyətdə real vəziyyəti göstərməkdir. Bunun başqa həll yolu yoxdur. İqtisadçının sözlərinə görə mövcud statistika reallığı əks etdirmir. Bunu nəzərə alaraq ailənin maddi vəziyyətini qiymətləndirən orqan qeydiyyatda olanlara əhəmiyyət verməyə bilər. Ancaq bu da müavinətin hansı qaydada hesablanacağını sual altında qoyur. Əlavə edək ki, ünvanlı dövlət sosial yardımının təyin olunması məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manatdır.